Harvardda qutaran dostum məni bu günlərim öz verilişinə dəvət eləyibdi. Nigar beyni yox, çox sağ olsun. Həm də onu deyim ki, çox savadlı qızdır. 6 dənə universitetdə qutarıb və ən sonda Harvardda qutarıb. Və biz həmişə elmi androloji, sosial söhbətlər aparanda onunla deyir ki, Harvardda qutarmağın kayfı təmiz başqadır. Yəni, Burada studiya. Bəli, burada çəkirik. Nigar xanımın bütün verilişləri burada olur. İndi mən artıq keçəcəm studiyaya, içəri keçəcəm. Bura kulisdir. Mən getdim verilişə, çıxanda görüşərik. Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Bu nə verilişdir, qardaş, məni çağırıblar bura. Belə atalı qızdansa, ümumiyyətlə atası olmayan qızla evlənmək lazımdır. Bir də ki, mən efirdə deyənmədim, qoymadılar, ağzımın sözünü kəsdilər. Bir adamın 3-4 dənə atası olmaqdansa, ümumiyyətlə atası olmamağı yaxşıdır. Məni belə efirlərə dəvət eləməyin.